VT ya SVT? Ümumiyyətlə isə yekun olaraq naməlum etiologiyalı, geniş kompleksli taxikardiyaların diaqnostikası zamanı əgər bildiyimiz hər hansı bir kriteriya ilə onun ventrikulyar taxikardiya olub olmamasına əmin deyiliksə, yekunda ventrikulyar taxikardiya kimi onu müalicə etməliyik. Əgər hemodinamik stabillik pozulubsa, yəni xəstədə şok əlamətləri, konfuziya, ağciyər ödümü əlamətləri, işemik ağrı, döş qəfəsində işemik ağrı varsa, kəskin ürək çatışmazlığı əlamətləri varsa, o zaman belə deyərlər, ifrat diaqnostika edərək, VT kimi müalicə edərək sinxron kardioversiya etmək məqsədə uyğundur. Whoop, whoop. Here I come. Oh, here I come. Oh. Hə, düzdür, stop. Əlbəttə, həyat yalnız ağ və qaradan, xeyir və şərdən ibarət deyil. Dostun dostu həmişə dost deyil. Düşmənin dostu həmişə düşmən deyil. Düşmənin düşməni həmişə dost deyil. Heç dost da həmişə dost deyil. Düşmən də həmişə düşmən deyil. Belə olan halda geniş, kompleksli, müntəzəm taxikardiya da həmişə ventrikulyar taxikardiya deyil və ya aberasiyalı SVT kimi düşünülərək amiodaron tətbiq edildikdə həmişə təhlükəsiz deyil. Hemodinamik qeyri-stabil şəxslərdə isə kardioversiya həmişə təhlükəsiz deyil. Əgər biz geniş kompleksli taxikardiyalarla bağlı hər şeyi çox sadələşdirsək, o zaman Amerikalı psixoloq Abraham Maslow'un 1966-cı ildə ifadə etdiyi kimi, əgər yeganə alətiniz çəkicdirsə, hər problemi mismar kimi görməyə meyillisiniz. Hər şeyə amiodaron, hər şeyə kardioversiya. Bu doğru deyil. Salam, mən Doktor Sahil. Ventrikulyar taxikardiya yaxud aberasiyalı supraventrikulyar taxikardiya diferensiyasiyasına həsr olunmuş ikinci videonu təqdim edirəm. Burada əslində sadəcə VT, SVT deyil, geniş kompleksli və qeyri-stabil taxikardiyalarda irəli səviyyəli diaqnostika barədə söhbət edəcəyik. Və standart ACLS alqoritmlərinin işə yaradmadığı və hətta xəstəyə zərər verə biləcəyi klinik vəziyyətləri təhlil edəcəyik. Gəlin ilə əvvəlcə Amerika Ürək Assosiasiyasının həyata irəliləmiş dəstək klinik təlimatlarına, daha dəqiq isə böyüklərdə nəbzli taxikardiyada yardım alqoritminə diqqət edək. Alqoritmin elə ilk sözü klinik vəziyyətə uyğunluğu qiymətləndirməkdir və xəbərdarlıq edilir ki, taxiartmiyalarda tipik olaraq nəbz dəqiqədə 150 və daha çoxdur. Növbəti addım olaraq mütləq yenə xəbərdarlıq edilir. Alt səbəb müəyyənləşdirilməli və müalicə edilməlidir. ABC prinsiplərinə uyğun olaraq tədbirlər həyata keçirilməlidir. Məsələ burasındadır ki, əslində bu AHA-ACLS təlimi tibbdə ən çətin mürəkkəb hallar məcmusu olan təxirəsalınmaz kardiologiya halları barəsindədir. Və aydın məsələdir ki, qısa müddətdə keçirilən, yəni cəmi 2 sutka yarım, 2 gün yarım keçirilən bu təlim bu cür mürəkkəb patologiyaları tam əhatə edə bilməz. Onun üçün də bu təlimə gedən şəxslər kifayət qədər həm təcrübəli olmalıdırlar, həm də müvafiq EKG də başda olmaqla müvafiq nəzəri hazırlıqları olmalıdır. Əslində bu təlimin tam təxirəsalınmaz kardiologiyanı əhatə etmədiyini bilir və onun üçün də başqa bir təlimdə tövsiyə edir. Yəni, deməli, ACLS for Experienced Providers, yəni təcrübəli səhiyyə işçiləri üçün irəliləmiş həyata dəstək təlimi. Amma məsələ burasındadır ki, AHA bu təlimi təklif etsə də, bir özü də o qədər də o təlimi, necə deyirlər, tam irəli sürmür və adi ACLS təlimi ilə bərabər tutur.
Və bunun da nəticəsi ondan ibarətdir ki, dediyiniz bu növbəti AHA təlimini keçənlər demək olar ki, çox azdır. Mən şəxsən heç Azərbaycanda bu təlimin keçirildiyi barədə heç vaxt eşitməmişəm. Sən düz eləmirsən. Yaxşı eləyirsən çəkirsən, amma düz eləmirsən. Sən çəkirsən, yaxşı eləyirsən. Sənə biz heç kim demir ki, çəkmə, amma yaxşı deyil. AHA ESLS təlimatlarında aritmiyalarda simptomlar və hemodinamik qeyri-stabillik barəsində çox ətraflı təsvir edilir. Burada qismən təhlükəsiz, amma xəbərverici simptomlar ürək döyünmə hissi, döş qəfəsində diskomfort və subyektiv təngnəfəslik şikayətidir. Amma həyati vacib orqanların perfuziyasının pozulması nəticəsində onların funksiyalarının pozulması isə hemodinamik qeyri-stabillik adlanır və bura ilk növbədə baş beyin funksiyasının pozulması, yəni quşun dəyişməsi, konfuziya, baş gicəllənmə hissi, ürək-damar sistemində kəskin ürək çatışmazlığı, ağciyər ödəmi, bayılma və bayılma önü vəziyyət, işemik ağrı və daha ağır hallarda əlbəttə ki, miokard infarktı, kardiak arrest və kəskin ürək çatışmazlığı aiddir, kardiogen şok aiddir. Kəskin böyrək çaşmazlığı və kəskin qaraciyər çaşmazlığı adətən şok ilə bağlı baş versə də bir qayda olaraq paraklinik, yəni müayinələr nəticəsində daha sonradan təyin olunur və xüsusilə hemodinamik qeyri-stabilliyi ilə bağlı dəri əlamətləri, ətrafların soyuması, məşhur soyuq tər, dəridə rəngarəng ləkələrin yaranması və kapillar dolma, təkrar dolma sınağı 4-5 saniyədən artıq olması, yəni bu ən obyektiv simptom kimi nəzərdən keçirilə bilər. 2022-ci ildə Kanadalı həkimlər tərəfindən CGEM jurnalında, yəni Canadian Journal of Emergency Medicine, Təcili Yardım Kanada jurnalında təcili yardım şöbələrində geniş kompleksli taxikardiyalar barəsində çox maraqlı bir tədqiqat nəticələri dərc edilmişdir və orada göstərilmişdir ki, 300 hal 300-dən artıq klinik hal nəzərdən keçirilərək göstərilmişdir ki, əksər hallarda adekvat idarə etmə tətbiq edilsə də, bəzən həkimlər ürək döyüntüləri tezliyini idarə edə bilməyiblər və ilkin aritmiyalar və ikincili aritmiyalarla bağlı müəyyən çaşqınlıqlar qeyd olunmuşdur. Və təcili yardım şöbəsində həkimlər EKG-lərin 82%-ni düzgün şərh etmişdir. Bunun əksinə baxaq, yəni 18%-i böyük bir göstəricidir. 18% hallarda EKG düzgün şərh edilməmişdir və ya əsas xəstəliyi təxminən 6%-ə qədər hallarda düzgün müalicə olunmamışdır. Və bu onu göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə bir problem varsa, təlimlərin çox olduğu ölkədə belə bir problem varsa, təlimlərin az olduğu bizim ölkədə belə problem daha yüksək ola bilər. Ona görə də düşünürəm ki, bu problemlə bağlı hazırki videomuz da müəyyən dərəcədə kömək edə bilər. Beləliklə, tədqiqat hansı nəticəyə gəlmişdir? Məsələ burasındadır ki, standart ACLS alqoritmləri müəyyən illüziya yaradır və klinik reallıqdan bu illüziya fərqlənir. Adətən standart ACLS keçən səhiyyə işçilərə düşünməyə meyilli olurlar ki, stabil geniş kompleksli taxikardiyalar həmişə ventrikulyar taxikardiyalardır və həmişə rahatlıqla onlara amiodaron vermək olar. Və ikinci, bütün qeyri-stabil taxikardiyalara dərhal elektrik kardioversiya vermək olar. Amma söhbət ondan gedir ki, ACLS alqoritmlərinin özündə əvvəldə dediyimiz kimi klinik kontekst və alt səbəbi müəyyənləşdirir. Bu vurğulanır. Sadəcə o vurğulansa da, necə deyim, bu müddətə görəmi, ya nəyəsə görəmi düzgün çatdırıla bilmir. Və nəticədə həkimlər arasında bax belə yanlış təsəvvürlər formalaşır və sonradan da klinik təcrübədə bu öz acı nəticələrini verə bilir. Gəlin burada diaqnostik tələlər və ondan qaçma addımlarına baxaq. Birinci tələ ondan ibarətdir ki, dərhal geniş kompleksli taxikardiya gördükdə
müalicəyə qaçmaq, antiaritmik preparatı vermək və hətta şok verməyə qaçmaq. Lakin əgər burada xəstə stabildirsə, diaqnostik addım birinci olaraq onun SVT və ya VT olması deyil. İlk növbədə Nikolas Tulla dediyi kimi ilk addım olaraq həqiqətənmi bunun aritmiya olub olmamasıdır. Çünki problem ondan ibarətdir ki, EKG öyrənənlər bilir, bəzi hallarda arzu olunmaz hallarda təəssüf ki, artefaktlar qaçılmaz olur və bu artefaktlar hətta polimorf ventrikulyar taxikardiya kimi mürəkkəb taxikardiyalara da bənzəyə bilir və təbii ki, acayip geniş kompleksli taxikardiyalara da bənzəyə bilir. Ona görə də ilk addım bu həqiqi aritmiyadır ya yox. Söhbət stabil, geniş kompleksli taxikardiya kimi görünən hallardan gedir. Və diqqətli olub, o Sherlock Holmes sayağı da, dedektiv sayağı diqqətli olub, o küyün içərisində bütün 12 aparmaya diqqət edərək əmin olmaq lazımdır ki, burada əslində artefakt yoxdur. Növbəti diaqnostik addım və növbəti diaqnostik tələdən qaçmaqsa taxikardiyanın, taxiaritmiyanın birincili ya ikincili aritmiya olması. ACLS əslində bizə bunu deyir, ritmə, tezliyə daha doğrusu diqqət etməyi tapşırır. 150 və daha yuxarı olması adətən klinik vəziyyətin taxikardiyaya görə olmasını bildirir. 150-dən daha az olması isə adətən ikincili olmasına görədir. Amma burada fərqlər ola bilər. Yenə də klinik kontekst hər şeydən üstündür. Anamnez, fiziki müayinə, digər patologiya, sepsis, şok, hipoksiya, ürək çaşmazlığı kimi qeyd olunursa, bu artıq taxikardiyanın cavab reaksiyası olduğunu bildirir və bu halda əsas səbəbin müalicəsinə diqqət vermək lazımdır və standart ACLS tətbiqi artıq burada ikinci dərəcəli rol oynayır. Gəlin indi geniş kompleksli taxikardiyaların bax belə diaqnostik xəritəsinə diqqət edək. Əlbəttə, mərkəzi qayda dəyişməzdir. Əgər P dalğalarını görmürüksə, ritm müntəzəmdirsə, geniş kompleksli taxikardiyada əvvəllər danışdığımız o diaqnostik alqoritmlərdə öz əksini tapırsa, biz onu VT olaraq qəbul edirik və VT olaraq da müalicə edirik. Əksini sübut edənə qədər. Bəs əksi nədir? Əksi əgər müntəzəm deyilsə, bu atrial fibrilyasiyadır və bu qeyri-müntəzəmlik fonunda əgər tezlik 300-ə qədər hətta yaxınlaşırsa və müxtəlif formaları QRS kompleksləri də qeyd edilirsə, bu halda artıq atrial fibrilyasiya üstəgəl VFV-dir və bu halda artıq amiodaron olmaz. Yaxud əgər QRS komplekslərinin genişliyi daha çoxdursa, həddən artıq böyükdürsə, genişdirsə daha doğrusu, yəni bir böyük xanadan 200 milisaniyədən böyükdürsə, bu halda ventrikulyar taxikardiya ilə yanaşı onun çox acayip təqlidçisi hiperkaliyemiya da mümkündür və bu halda da amiodaron verilməsi ağır nəticələri gətirib çıxara bilər. Və aberrasiyalı keçiricili sinus taxikardiyası varsa da biz xəstənin bu yeganə ritmini, bu cavab reaksiyasını da biz qeyri-stabil olduğu halda şok ilə söndürə bilmərik, yaxud stabil vəziyyətdədirsə, biz onu antiaritmik dərmanla kardioversiya edə bilmərik. Nəyə kardioversiya edək? Bu sinus düyünün öz ritmidir. Və bu ana görə də bu son 3 patologiyada ventrikulyar taxikardiya müalicəsi tətbiq etmək pasiyent üçün ölümcül ola bilər. Bunu nəzərə alaraq, mən təklif edirəm ki, ACLS təlimlərində alqoritmin üzündən səthi olaraq keçdiyi və buna görə də təlimlərdə səthi yanaşılan məqamları bir alqoritm kimi, əlavə bir alqoritm kimi nəzərdən keçirək. Bu sadəcə nəzəriyyə deyil. Bu praktik olaraq yanaşma zamanı tətbiq edilməlidir. Beləliklə, məşhur H-lər və T-lər əslində sabit geniş kompleksli taxikardiya zamanı ilk məqam olaraq nəzərdən keçirilməlidir. Niyə? Çünki əslində ACLS alqoritmin özündə klinik kontekst və alt səbəblərin ilk növbədə aradan təyin edilməsi və aradan qaldırılması tələb olunur. Bu H-lər və T-lər. H-lər dedikdə elə Novruz bayramı təzə bitib. Mən əslində bu hallarda
həmin o çərşənbələri yada salıram. O çərşənbələrdə həyatın 4 ünsürünə uyğundur. Hava çərşənbəsi hipoksiyaya, od çərşənbəsi hipotermiyaya, su çərşənbəsi hipovolemiyaya müxtəlif səbəbli və torpaq çərşənbəsi də müxtəlif elementlərlə bağlı. Bura aiddir asidoz, hipokalemiya, hiperkalemiya və əslində ESLS təlimlərində artıq aradan götürülüb, amma əksər kardiologiya ekspertləri hipoqlisemiyanı da bu qrupa daxil edir. T-lərə isə aiddir trombozlar, bura ürək trombozu şərti olaraq, yəni koronar arteriya, kəskin koronar arteriya xəstəliyi sindromu və ağciyər trombozu şərti olaraq, yəni pulmonar emboliya nəzərdə tutulur. Əgər ürəkdən dediksə, başqa bir T burada ürək tamponadası və ağciyərdən dediksə, başqa bir T burada gərginlik pnevmotoraksıdır. Digər T-lərə əlbəttə vacib T-lər, toksinlər daxildir. Bilərəkdən, qəsdən və yaxud təsadüfən baş verən intoksikasiyalar bu qrupa aiddir və həmçinin yenə də ACLS protokollarından çıxarılsa da kardioloji ekspertlər travmalı da bu qrupa əslində daxil edir. Beləliklə, H-lər və T-lər mütləq diqqətdə saxlanmalıdır və ABC prinsiplərlə uyğun xəstəyə stabilizasiya edici tədbirlər, oksigenin verilməsi, mayenin verilməsi və kliniki kontekstə uyğun olaraq digər tədbirlərin aparılması nəzərdə tutulmalıdır. Ritm isə həqiqidir ya artefaktdır. Lazımdırsa təkrar EKG aparılmalıdır, əgər xəstə stabildirsə. Və 12 aparmada mütləq monitor öz yerində, amma 12 aparmada mütləq müntəzəmlik və qeyri-müntəzəmlik yoxlanılmalıdır. Çox sürətli tezliklərdə dəyişən QRS-lərdə atrial fibrilyasiya üstəgəl VPV sindromunun olması düşünməlidir. Bu halda amiodaron olmaz. Bu halda əslində medikamentoz seçim prokainamiddir, amma ən doğru seçim isə şok verilməsidir xəstəyə və bununla da digər atrioventrikulyar blokator təsiri göstərən ABCD olan preparatlar, yəni adenozin, beta blokator, kalsium kanalı blokatoru, digoksin, həmçinin amiodaron bunlarda ağırlaşmaya səbəb ola bilər. Niyə? Atrioventrikulyar düyünü orada blok edərək aksesuar yoldan, əlavə yoldan keçiciliyi daha da artıraraq fibrilyasiya yarada bilər faktiki olaraq. Düzdür, bəzi ədəbiyyatda amiodaron tətbiqinə icazə verilir, amma son tədqiqatlar göstərir ki, bəzi bu xəstələrdə əslində amiodaron ağırlaşma yaradır, yəni fibrilyasiya yaradır. Və deyək ki, biz müntəzəmliyə əmin olduqsa, bu halda mütləq klinik kontekstdə yenə diqqət edilməlidir. İkincili taxikardiyanın olub-olmamasına. Yenə bu halda Ken Grauer deyir, treat treatables, müalicə olunan halları müalicə ilə, yəni lazım olan mayeni ver, lazım olan pressoru ver, lazım olan antibiotiki ver və dərhal hemodinamik hətta qeyri-stabil olsa da, əgər klinik kontekst şübhə doğursa, dərhal şok vermə. Çünki həmin bu ritm bunun son ritmi ola bilər və biz bu halda ACLS alqoritmini adlasaq, bu ilk 2 mərhələni adlasaq, alt səbəbi düşünməsək, dərhal şok versək, xəstənin ölümünə səbəb ola bilərik. Və bu halda ona elə stabilləşdirmək məqsədi ilə nəyi düşünməliyik? Baxmalıyıq ürək vurğularının tezliyinə və klinik kontekstə. Buna uyğun ürək vurğularının tezliyi 150-dən yuxarıdırsa, əlbəttə bu arada artıq hemodinamik qeyri-stabilliyin ritmin özünün tezliyinin çox olmasına görə olduğunu düşünərik. Əgər 150-dən azdırsa və xüsusilə klinik kontekst uyğun gəlmirsə, müvafiq anamnestik, fiziki müayinə göstəriciləri varsa, bizi göstərirsə ki, bu xəstənin dərdi başqadır, ritm deyil, tezlik deyil, o halda həmin o dərdin özünə qarşı biz müalicə aparmalıyıq. Bundan sonraki addımımız isə QRS kompleksinin genişliyinə diqqət etmək lazımdır. Bəli, QRS kompleksi 200 millisaniyədən çoxdursa, bu ventrikulyar taxikardiyaya işarə edir. Amma həm də hiperkalemiyaya işarə edir. Necə ayırt edə bilərik? Kalsium verməliyik. Nə qədər kalsium? Burada bir ampul kalsium klorid, 3 ampul kalsium glikonatı əvəz edilir və kalsium verildikdə dərhal membran stabilizasiyası qısa müddətdə yaranır və bu küyü aradan qaldırmağa imkan verir. Əlbəttə, hiperkalemiya bununla müalicə olunmur. Amma məsələ başında ki, bu kalsium və membran stabilizasiyası yaratdıqda
və biz burada QRS kompleksinin daralmasını görə bilərik. VT-də isə daralma qeyd olunmur. Əgər söhbət stabil taxikardiyadan gedir də və bu halda biz biləcəyik ki, hələ bizə laborator göstəricilər, kaliumun miqdarı haqqında gəlməmişdən qabaq artıq biz biləcəyik ki, burada qeyd olunan ritm taxiaritmiyasında hiperkalemiya ilə bağlıdır və bu xəstəyə lazımsız amiodaronu verməyəcəyik və növbəti bir ritmdə sürətlənmiş idioventrikulyar ritmdir. Bu ritm müxtəlif hallarda qeyd oluna bilər. Bəzən spontan, bəzən isə müalicə ilə bağlı, işemik xəstəliyin müalicəsi ilə bağlı spontan olaraq qeyd edilə bilər. Bu halda nə cür biz təyin etməliyik, nə vaxt bu barədə düşünməliyik? Adətən düşünülür ki, 100-ə qədər ritm olduqda, 60-dan 100-ə qədər ritm olduqda sürətlənmiş idioventrikulyar ritmdir. Lakin müxtəlif kardiologiya ekspertləri, Ken Grauer, Ki Wang və digərləri də Amal Matu bu qrupa daxil etmək olar. Digərləri də göstərirlər ki, bəzi hallarda sürətlənmiş idioventrikulyar ritm 120-yə qədər qeyd edilə bilər. Yəni bu tezlik sayı bir o qədər şərti olaraq ayırd etmək məqsədi daşıyır. 120-130-a qədər olan hallarda ventrikulyar taxikardiya şübhəsi və bir qədər azalmalı və klinik kontekstə uyğun olaraq sürətlənmiş idioventrikulyar ritm barədə düşünməlidir və belə dəstəkləyici müalicə lazımdır. Bu hallarda ona görə dərhal amiodarona qaçmaq təhlükəli ola bilər. Yenə də biz ACLS alqoritmində diqqətimizdə saxlamalıyıq. Çünki ən belə deyək, söykəndiyimiz sənəd elə ACLS alqoritmidir. Orada da ritm tezliyinin 150 olması qeyd olunmuşdur. Və bu halların hər birini inkar etdikdən sonra o halda artıq ventrikulyar taxikardiyanı qəbul edərək ACLS tətbiqini keçmək lazımdır. Digər bir məqam kəskin oklüzyon miokard infarktı OMI fonunda ritm dəyişikliklərinə diqqətin ayrılmasıdır. Klinik kontekstdə diqqət verilməlidir mütləq və bu hallarda mütləq ilk növbədə xəstənin angioqrafiya aparılan kardioloji mərkəzə çatdırılması, stabilizasiya edilərək çatdırılması və lazım olan tədbirin orada aparılmasıdır. Çünki sırf ritmlə məşğul olmaq qiymətli vaxtın itirilməsinə gətirib çıxara bilər. Və biz bütün bunlar əlbəttə nəzəri məlumatlar məqsəd daşıyır. Mən bunu başa düşürəm. Ona görə də indi biz sadəcə olaraq klinik hallar üzərindən işləyəcəyik. Təklif edirəm ki, klinik hallar üzərində keçərkən videonu saxlayın, düşünün, öz diaqnozunuzu irəli sürün, o barədə fikirləşin. Daha sonra isə videonu davam edək və nəticələrə diqqət edək. Bir qədər yanlış anlaşılmasın, mən demirəm ki, OMI fonunda ventrikulyar aritmiya müalicə edilməsin. Mən deyirəm ki, sadəcə OMI fonunda nəzərə almaq lazımdır ki, bəzən komplekslər ventrikulyar aritmiyanı, ventrikulyar taxikardiyanı təqlid edilə bilər, mimikriya edə bilər və ona görə bu bizim diqqətimizdən yayılmamalıdır. Klinik hal 1. Burada 75 yaşlı kişi qızdırma ilə təcili yardım şöbəsinə müraciət edir. İlk baxışda deməli normal sinus ritmi qeyd olunur EKG rentində. Birinci kompleksdə görürük biz bunu, P dalğası pozitivdir. Daha sonra isə elə bir ki, geniş kompleksli taxikardiya qeyd olunur. Müxtəlif formalı. Amma diqqət etdikdə biz görürük ki, bu əslində artefaktdır və dar kompleksli QRS-lər əslində bu Q-ün içərisində addım-addım gedir. Və biz bunu daha çox ən yaxşı V5 aparmasında görə bilirik. Klinik hal 2. 60 yaşlı kişi təcili yardım bölməsinə ümumi halsızlıq şikayəti ilə müraciət edib. 12 aparmada EKG aparılır. İlk baxışda adam elə gəlir ki, burada qəribə polimorfik kompleksli taxikardiya qeyd edilir. Amma hər bir aparmaya diqqət etməliyik və 3-cü aparmada görürük ki, əslində sinus ritmi qeyd edilir. Daha sonra təkrar EKG çəkildikdə əslində normal sinus ritmini
olmasına əmin oluruq və laborator nəticələri də burada müsbətdir. Yəni o mənada müsbətdir ki, bir patologiya qeyd olunmur. Klinik hal 3. Burada 90 yaşlı qadın qızdırma və hipotenziya qeyd edilir. EKG-də biz görürük ki, əslində heç müntəzəm taxikardiya deyil, qeyri-müntəzəmdir və geniş kompleksli taxikardiyadır. Qeyri-müntəzəm geniş kompleksli taxikardiya tezliyi kifayət qədər çoxdur. Bu halda həmçinin bu EKG-də PVC də qeyd edilir. Mədəcik ekstrasisiyaları qeyd edilir. Bu barədə əlbəttə düşünmək olar ki, buradakı EKG-də problem hipotenziya tezliklə bağlıdır. Amma klinik konteksti nəzərə alaraq xəstəyə sepsis diaqnozu qoyulur və müalicə aparılır. Müalicə aparıldıqdan sonra xəstədə biz dəyişikliyi görürük. Yəni, həmənki sol hissəsi blokajcısı yerində durur, amma artıq tezlik də normallaşmışdır. Və bu halda artıq görürük ki, klinik kontekstdə ACLS bizdən tələb etdiyi kimi mütləq diqqət etməliyik. Klinik hal 4. Deməli, xəstə burada 75 yaşlı kişidir. Təynəfəslik şikayəti ilə müraciət edib, yaxşı müalicə olunmayan arterial hipertenziya anamnezdə var. Kəskin ürək çaşmazlığı əlamətləri qeyd edilir, hipoksiya var və hipotenziya da qeyd olunur. Buna görə də xəstəyə hemodinamik qeyri-stabil və bu 12 aparmalı EKG-də geniş kompleksli taxikardiya düşünülərək ACLS alqoritminə uyğun olaraq kardioversiya aparılır. Kardioversiya uğursuz olub. Yalnız bundan sonra həkimlər diqqət ediblər ki, bu əslində sinus taxikardiyadır. Çünki həm ikinci aparmada və xüsusilə V4 aparmasında sinus P dalğaları görülür. Xəstəyə lazım olan müalicə nitro, BiPAP aparıldıqdan sonra stabilləşib və stabilləşdikdən sonra növbəti stabil ritmdə artıq 12 aparmalı EKG-də görürük. Sadəcə burada LBB, yəni hissəsinin sol ayaqcığının blokadası qeyd olunur. Klinik hal 5. Xəstədə qızdırma, hipotenziya qeyd olunur. 75 yaşlı kişidir və 12 aparmalı EKG-də müntəzəm geniş kompleksli taxikardiya. Görünüşə görə bu taxikardiya sağ hissəsi blokadası əlamətlərinə uyğun komplekslər kimidir. Bu xəstəyə lazım olan müalicə, yəni maye, antibiotiklər verildikdən sonra təkrar EKG, xəstədə artıq tezlik, ürək vurğularının tezliyi azalmışdır və mənzərə aydındır. Klinik hal 6. Burada da xəstədə ilk baxışda elə bir ki, geniş kompleksli taxikardiya qeyd olunur. Amma diqqət edirik, tezlik 127 dəqiqədir. Xəstə özü sinədə şiddətli ağrıdan şikayətlənir. Və əslində isə bu kardiogen şoka görə taxikardiyadır və bifasikulyar blokada qeyd edilir. Eyni zamanda da biz ST elevasiyasını diqqət etsək birinci aparmada, həmçinin V2 aparmasında görə bilərik. Digər aparmalarda da əslində ST dəyişikliklərini görə bilərik. Və vacibdir ki, bu halda klinik konteksti yaddan çıxarmayaraq bu belə dəyişikliyin sadəcə geniş kompleksli taxikardiya olduğunu düşünməyək. Və bu xəstə reperfuziyadan sonra məlum görürük ki, bifasikulyar blokada aradan qalxıb, lakin təəssüf ki, küt ağrıları dayanmışdır. Yəni miokard burada müəyyən miqdarda itirilmişdir. Klinik hal 7. 30 yaşlı xəstə ürəyində şiddətli döyünmədən şikayətlənir. Əlbəttə 12 aparmalı EKG-də baxan kimi biz bunun qeyri-müntəzəm olduğunu görürük. Burada artıq ventrikulyar taxikardiya barəsində düşünmərik. Lakin bəs buna nə müalicə aparılmalıdır? Görəsən amiodaron aparılmalıdırmı? Bu geniş kompleksli taxikardiyaya. Axı amiodaron elə bir təsəvvür bizdə var ki, müxtəlif taxikardiyalarda, taxiartmiyalarda ehtiyatla istifadə olunarsa heç bir problem yaratmaz. Amma burada nə qədər ehtiyatla olsa da
problem yarada bilər. Çünki burada aksesuar, əlavə yol əlamətləri var. Nədən bilirik? Bəzi hallarda, bəzi yerlərdə də arzu bu 12 aparmalı EKG-də tezlik hətta 300-ə qədər çatır. Yəni bu atrioventrikulyar düyündən keçmir, əlavə yoldan keçir və biz də bu şəxsə amiodaron verə bilmərik. Klinik hal 8. Burada isə 80 yaşlı qadın, konfuziya var, ürək bulanma, qusmalar olub. 12 aparmalı EKG-də elə bir ki, görünüşcə regular taxikardik ritm kimidir. Amma yox, əslində heç taxikardiya da deyil, qeyri-taxikardiya demək olar buna. Çünki niyə? Ürək vurğularının sayı 92-dir və regular bu ritm kimi biz baxdıqda əslində görürük ki, komplekslər bir böyük xanadan böyükdür və bu komplekslərin böyük olması fonunda həmçinin elə bir ki, sivri ucu artıq sivriləşməyə başlayan böyük T dalğaları var. Bu halda əlbəttə hiperkalemiya haqqında düşünməliyik. Belə bir əcaib ritm. Ümumiyyətlə, əcaib ritm nə vaxt görürüksə, artefakt deyilsə, o zaman hiperkalemiya haqqında düşünməliyik. Əlbəttə ki, belə ritmə nə amiodaron, nə prokainamid, nə də ki, heç bir başqa bir antiaritmik preparat verilməməlidir. Əsas xəstəlik müalicə olunmalıdır. Lazım olan tədbirlər aparılmalıdır. Klinik hal 9. Halsızlıq şikayəti ilə 78 yaşlı kişi təcil yardım bölməsinə müraciət etmişdir və hipoksiya onda qeyd olunur. Xəstəyə 12 aparmalı EKG zamanı qeyri-spesifik intraventrikulyar keçiricilik pozulması ilə taxikardiya, müntəzəm geniş kompleksli taxikardiya qeyd edilir. İlk baxışda sinus P dalğaları qeyd olunmur, amma diqqət etdikdə V1 aparmasında tipik sinus P dalğası, yəni bifazik P dalğası qeyd olunur. Xəstə sinus taxikardiyası kimi qəbul edilib, yəni EKG sinus taxikardiyası kimi qəbul edilib, amma diaqnoz əlbəttə sepsis kimi təyin edilərək lazım olan müalicələr aparılıb, maye müalicəsi aparılıb, hipotenziya da qeyd olunduğu üçün antibiotiklər təyin edilib. Müalicə aparıldıqdan sonra isə təkrar EKG-də artıq biz dəyişiklikləri görürük. Yəni həmin keçiricilik dəyişiklikləri qalıb, tezlik isə azalmışdır. Müalicəyə yəni müsbət cavab qeyd olunmuşdur. Klinik hal 10. 32 yaşlı gənc qadın ürək döyünmə, halsızlıq, baş gicəllənmə, presinkopal vəziyyətlə təcili yardım bölməsinə müraciət etmişdir. 12 aparmalı EKG qarşımızdadır. Geniş kompleksli naməlum etiologiyalı taxikardiya qeyd edilir. Müayinə həkimi, daha doğrusu EKG-nin şərh edən həkim bunu abrasiyalı SVT kimi təyin edib, amma fərq etməz. Bu cür tezlikdə olan bu cür tezlikdə olan EKG mənzərəsi artıq bizi imkan verir ki, prosesin birincili olaraq düşünək. Yəni burada ikincili proses haqqında düşünməyə yer yoxdur və elektrik kardioversiya aparılıb, elektrofizioloji müayinələr isə fasikulyar VT olduğunu təsdiq etmişdir. Klinik hal 11. Burada 56 yaşlı kişi sinədə ağrıdan şikayətlənir. 12 aparmalı EKG-də isə biz belə bir mənzərə görürük. Əlbəttə, bu EKG mənzərəsi ventrikulyar taxikardiya ilə səhv salına bilər. Çünki o qədər şiddətli ST elevasiyası var ki, görünüş geniş kompleksli taxikardiyaya bənzəyə bilir. Lakin diqqət etdikdə AVL aparmasında və xüsusilə V2 aparmasında bu ST elevasiyasını diqqətə almaq mümkündür. Beləliklə, bu xəstənin müalicəsi ritm müalicəsi deyil. Burada problem ritm deyil. Burada problem məhz OMI-dir, oklüzyon miokard infarktıdır. Yəni, ST elevasiyalı miokard infarktıdır. Növbəti xəstə 12-ci klinik hal. Düşünürəm ki, bütün bu klinik halların içərisində ən çətini, əgər bizə rast gəlsə, ən çətini bu olardı. Çünki burada ürək vurğularının tezliyi 150-dir. Geniş kompleksli taxikardiya qeyd edilir və görünüşə görə də ventrikulyar taxikardiyaya çox bənzəyir. Amma diqqət etsək,
ifrat ST depressiyasını xüsusilə V5 aparmasında görə bilərik və V1 və AVR aparmasında isə buna uyğun olaraq güzgü effekti, yəni çoxlu aparmalarda 6 ya 8 aparmada minimum 6 və 8 aparmada ST depressiyası fonunda, AVR aparmasında və V1 aparmasında ST elevasiyası, proksimal LAD oklüziyasını və ya 3 damar xəstəliyini və ya LMCA oklüziyasını bildirə bilir. Yəni burada artıq klinik kontekst daha vacibdir. Yenə deyirəm, amma təbii ki, mən şəxsən rast gəlsə, özdə klinik konteksti bilməsəm, çox çətin olardı mənim üçün. Sizi bilmirəm. Əgər siz başqa fikirdəsə, lütfən şərhlərdə yazardınız. Klinik hal 13. Bu xəstə 60 yaşlı qadındır. Təyin nəfəslikdən şikayətlənir. 12 aparmalı EKG-də geniş kompleksli taxikardiya qeyd edilir. Hemodinamik stabildir. Geniş kompleksli taxikardiyanın SVT ya VT olması məsələsinə diqqət edildikdə, elə təkcə Ken-Grauer'in qaydaları bizə imkan verir ki, deyək ki, bu ventrikulyar taxikardiyadır. Amma burada bir başqa bir məqam var, ona sizin diqqətinizi cəlb etmək istəyirəm. Adətən biz ritm pozulmaları olduqda miokard infarktı barəsində danışmırıq. Lakin bəzi hallarda miokard infarktı hətta ritm pozulması olan hallarda da qeyd edilə bilər. Bax, burada V3 aparmasında QR forması ilə ST elevasiyasının xarakterik şəkildə olması kəskin infarktın diaqnostik göstəricisidir və bu xəstədə də anterior infarkt təsdiq olunmuşdur. Ümumiyyətlə, bu klinik halları mən Minnesota Universitetinin mərhum professoru Ki Wang'ın ədəbiyyatından əldə etmişəm, təqdim edirəm. Hərdən düşünəndə ki, bizim təbətin, bizim səhiyyənin problemləri nədir? Çox problemlər tapmaq olar. Amma dəyişməyən belə bir problem var da bizdə. Məktəb olmaması. Baxın, məhz Henry Marriott EKG-də Qərb EKG məktəbinin banisi demək olar ki, hesab olunur. Əsas simalarından biri hesab olunur. Onun şagirdləri kimlərdir? Ken Grauer, Amal Matu, Ki Wang. Ki Wang'ın tələbəsi kimdir? Steven Smith, məsələn, bildiklərimdən də. Steven Smith'in tələbəsi kimdir? Pendle Myers, Jesse McLaren. Yəni, bu məktəb onlarda var. Bu məktəb onlarda davam edir. Bu məktəb onlarda elə öz birinciliyini, inkişafını saxlayır. Arzu edərdim ki, bizdə də belə bir məktəblər yaransın və bizdə də bu cür bir-birini əvəz edən yaxşı mütəxəssislər davamlı olsun. Son 2 klinik hal isə Amal Matuya məxsusdur. Gəlin əvvəlcə klinik hal 14 diqqət edək. 50 yaşlı qadın, yüngül qızdırma, halsızlıq şikayəti var, arterial təzyiqi normaldır. Deyir ki, ürəyim də döyünür, qəribə döyünür, baş gicəllənmə şikayətləri də bildirir. Və biz 12 aparmalı EKG etsək, belə bir mənzərə görsək, nə edərik? Antiaritmik preparat amiodaron ya prokainamid ona verərik. Əgər diqqət etsək, bu ventrikulyar taxikardiya arasındakı sinus ritmi olan sahədə Brugada sindromunu görə bilərik. Bu şəxsə əslində heç bir antiaritmik preparat lazım deyil. Bu şəxsə implantasiya edilə bilən kardioverter defibrillator lazımdır. Bəzən, əlbəttə bu nadir haldır, bəzən amma belə hallarda rastımıza çıxa bilər. Sonuncu klinik hal 46 yaşlı kişi ventrikulyar taxikardiya. Burada yəni başqa ikinci nəsə ritm axtarmaya dəyməz. Əslində bu klinik halı təqdim etməyə də məqsəd başqa məsələdir, ritmin məsələsi deyil. Deməli, bu xəstəyə hemodinamik qeyri-stabil olduğu üçün kardioversiya etmək istəyiblər və kardioversiya edərkən bəs nəyə diqqət edilməlidir? Kardioversiyanın özü də təhlükəsiz deyil. Əgər kardioversiya edən zaman o sinxron edilən göstərici
T dalğasının üzərindədirsə, T dalğasını cəlb edəcəksə, bu halda fibrilyasiya yarana bilər və sinxron kardioversiya edən həkimlər təəssüf ki, həmin vaxtı buna diqqət etməyiblər və bu halda verdikləri şok sinxron kardioversiya fibrilyasiyaya səbəb olub və daha sonra isə onu defibrilyasiya edərək vəziyyətdən çıxara biliblər. Ona görə də mütləq sinxron kardioversiya etdikdə aparmalara diqqət etmək lazımdır və əgər o sinxron göstərici aparat əgər səhvən T dalğasını tapırsa, aparmaları dəyişmək lazımdır. Elə bir yerə tapmalıdır ki, sinxron göstərici T dalğasına o həssas dövrünə düşməsin. Çünki həmin həssas dövrünə düşəndə R-on-T fenomeni T dişi üzərinə R yaranması fenomeni deyilən belə bir vəziyyət yarana bilər və bu gərgin, kəskin olaraq həmin dövrdə fibrilyasiyaya gətirib çıxara bilər. Ona görə də şəxsən mənə bunu öyrənmək çox xoş oldu. Necə deyirlər? Təşəkkürlər, amal matu. Beləliklə, geniş kompleksi taxikardiyalar zamanı hemodinamik stabillik təyin edilən zaman, əgər stabildirsə, o artefakt olub-olmadığını müəyyənləşdirmək, ritmin həqiqətən müntəzəm ya qeyri-müntəzəm olduğunu təyin etmək, taxikardiyanın, taxiartmiyanın ikincili və ya birincili səbəb olub-olmadığını klinik kontekst, anamnez və fiziki müayinə əsasın müəyyənləşdirmək, çox geniş komplekslər olduqda, yəni bir damadan yüksək genişlikdə olduqda hiperkalemiya barədə düşünmək, klinik kontekstdən asılı olaraq oklüzyon miokard infarktı və tezliyin 120-130-dan az olduğu halda geniş kompleksi taxikardiyanın əslində sürətlənmiş idiopatik ventrikulyar ritmi barədə düşünmək və bütün bunların inkar etdikdən sonra stabil geniş kompleksi taxikardiyada artıq sırf ACLS alqoritminə uyğun olaraq müalicə tədbirlərini, yəni lazım olan antiaritmik müalicəni və sinxron kardioversiyanı aparmaq məqsədə uyğundur. Əgər xəstə hemodinamik qeyri-stabildirsə, dərhal heç də həmişə sinxron kardioversiyaya qaçılmamalıdır. Çünki bəzi hallarda bu taxiaritmiya klinik vəziyyətə cavab reaksiyası ola bilər. Ona görə də yenə də klinik kontekstdə diqqət etmək lazımdır. Bir daha təkrar edirəm, əslində ACLS alqoritmində bu məsələ işıqlandırılıb. Sadəcə lazımi qədər diqqət ayrılmayıb. Mən ümid edirəm ki, bu video prezentasiyada bu diqqəti bir qədər çoxaltmağa nail oldum. Yekun olaraq mən əvvəldə necə psixoloq aforizmindən danışdımsa, indi də psixoloji bir fenomen barəsində danışmaq istəyirəm. Dunning-Kruger effekti təkcə EKG deyil, bütün sahələrdə aiddir. Əslində bu fenomen həmişə olub. Sadəcə ədəbiyyata ilk dəfə nə qədər qəribə səslənsə də 1999-cu ildə psixoloqlar David Dunning və Justin Kruger gətirmişlər. Mahiyyəti ondan ibarətdir ki, müəyyən bir sahədə yeni öyrənən şəxslər xüsusilə hələ səriştələri az olduğu halda, qabiliyyətləri, bacarıqları az olduğu halda öz bacarıq və biliklərini həddən artıq çox qiymətləndirirlər və hesab edirlər ki, onlar artıq bu sahəni bilirlər və hər kəsə də bunu sübut etməyə çalışırlar, özlərində təkəbbür yaranır. Lakin bir müddət getdikdən sonra onlar məşğul olduqda o öz uğursuzluqlarını görərək ümidsizlik vadisi deyilən bir mərhələyə keçirlər. O mərhələdə hesab edirlər ki, bu sahəni elə də yaxşı bilmirlər. Amma davam etdikdə, öz üzərində işlədikdə isə aydınlanma yamacı deyilən artıq mərhələyə gəlib qədəm basırlar. Burada isə artıq öz bacarıqlarının əslində həqiqətən müəyyən səriştə və biliklərin əldə edilməsinin şahidi olurlar. Bundan sonraki mərhələ isə davamlılıq platosudur, davamlılıq yaylasıdır. Bu isə artıq ekspert mərhələsidir. Mən əlbəttə hamıya arzu edərdim ki, o ümidsizlik vadisini tezliklə keçsin. Təkcə EKG-də yox, məşğul olduğu hər sahədə aydınlanma yamacını keçərək
davamlılıq platosuna qədəm bassın. Hamınıza uğurlar arzulayıram. Təklif və iradlarınızı şərhlərdə gözləyirəm. Özünüzə yaxşı baxın. Sağ olun. Vou conseguir. Muito obrigado a todos. Tenham uma boa noite e... Sim!